UEFA Çempionlar Liqasında həyəcan getdikcə artır. Türkiyənin Fenerbahçe komandası play-off mərhələsinin cavab oyununda səfərdə Fransa'nın Lyon klubunu 2-1 hesabı ilə məğlub edib. İstanbul təmsilçisi ilk oyunda rəqibi ilə 1-1 hesabı heç-heçə etmişdi. Beləliklə, 2 oyunun nəticəsinə əsasən qalib gələn Fenerbahçe, 18 ildən sonra yenidən Çempionlar Liqasının liqa mərhələsində iştirak etmək hüququ qazanıb. Azərbaycan çempionu Sabah üçün isə böyük gün gəlib çatıb. Sabahın Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri bugün keçiriləcək püşkatmadan sonra bəlli olacaq. Püşkatma mərasimi Monacoda keçiriləcək və Bakı vaxtı ilə saat 20-də başlayacaq. Azərbaycan təmsilçisinin hansı nəhəng klublarla qarşılaşacağı böyük maraq doğurur. Qeyd edək ki, Çempionlar Liqasının liqa mərhələsinin oyunları 2026-cı il sentyabrın 8-dən 2027-ci il yanvarın 27-sinə də keçiriləcək. Kanala abone olmayı unutma.